Dünyada elə hadisələr var ki, onlar sadəcə bir cinayət işi deyil, onlar gücün, pulun və toxunulmazlığın necə işlədiyini göstərir. Jeffrey Epstein işi məhz belə bir hadisə idi. Bu sadəcə zəngin bir adamın cinayətləri deyildi. Bu prezidentlərin, şəhzadələrin, milyarderlərin və dünyanın ən güclü insanlarının adlarının keçdiyi bir qalmaqal idi. Epstein illərlə elit təbəqənin içində yaşadı, onun şəxsi adası var idi, onun şəxsi təyyarəsi var idi, o dünyanın ən güclü insanları ilə eyni masada otururdu. Amma 2019-cu ildə həbs olunduqdan sonra həqiqətlər yavaş-yavaş ortaya çıxmağa başladı. Bu video Jeffrey Epstein işinin arxasında duran faktları, onun necə bu qədər güclü olduğunu və bu işin niyə bu qədər qorxulu olduğunu izah edəcək. Jeffrey Epstein kim idi? Jeffrey Epstein 1953-cü ildə ABŞ-da doğuldu. O kasıb ailədən gəlirdi. Amma həyatını dəyişən əsas hadisə onun maliyyə sektoruna daxil olması oldu. O özünü milyarderlərin maliyyə məsləhətçisi kimi təqdim edirdi. Onun müştəriləri arasında dünyanın ən zəngin insanları var idi. Onun sərvətinin milyardlarla dollar olduğu deyilirdi. Amma maraqlı tərəf bu idi. Heç kim onun pulu necə qazandığını tam bilmirdi. Bu illərlə şübhə doğururdu, amma buna baxmayaraq o elit dairələrə daxil olmuşdu. Epstein niyə bu qədər güclü idi? Epstein sadəcə zəngin deyildi, o güclü insanların dostu idi. Onun əlaqələri arasında bunlar var idi. ABŞ prezidenti Bill Clinton, keçmiş ABŞ prezidenti Bill Clinton, hazırdakı ABŞ prezidenti Donald Trump, Britaniya şəhzadəsi Prince Andrew, Microsoft qurucusu Bill Gates, Harvard professorları, milyarderlər və siyasətçilər. Bu əlaqələr ona toxunulmazlıq hissi verirdi. O özəl təyyarəsi ilə dünyanın müxtəlif yerlərinə uçurdu. Bu təyyarəyə bəzi insanlar Lolita Express adını vermişdi. Epstein adası Little St. James, Epstein Karib dənizində şəxsi ada satın almışdı. Bu ada Little St. James adlanırdı. Bu ada illərlə sirli görüşlərin keçirildiyi yer kimi tanınırdı. Epstein burada elit qonaqları qəbul edirdi. Qurbanların ifadələrinə görə bu adada cinsi istismar baş verirdi. FBI sonradan bu ada ilə bağlı araşdırmalar apardı. Ada ictimaiyyət arasında Epstein adası kimi məşhurlaşdı. FBI necə əməliyyat apardı? Epstein ilk dəfə 2005-ci ildə araşdırılmağa başlandı. Amma o yalnız yüngül cəza aldı. Bu böyük qalmaqal yaratdı. Bir çox insan düşündü ki, o əlaqələrinə görə qorunur. 2019-cu ildə isə FBI onu yenidən həbs etdi. Bu dəfə ittihamlar daha ciddi idi. Epstein həbsxanaya salındı, amma 2019-cu ilin avqustunda o həbsxanada ölü tapıldı. Rəsmi versiyaya görə bu intihar idi. Amma bir çox insan buna inanmadı. Çünki o çox şey bilirdi. Adı keçən tanınmış şəxslər Epstein işi ilə bağlı müxtəlif səviyyələrdə bu şəxslərin adları çəkilmişdir. Bill Clinton, Donald Trump, Prince Andrew, Bill Gates, Kevin Spacey, Chris Tucker, vacib qeyd. Adının çəkilməsi həmin şəxsin cinayətkar olduğu anlamına gəlmir. Bəzi şəxslər sadəcə Epstein ilə sosial əlaqədə olmuşdu. Bəzi şəxslər isə ittihamları tam rədd etmişdi. Prince Andrew isə məhkəmədən kənar razılaşma etmişdi. Epsteinin Donald Trump ilə münasibəti. Donald Trump və Epstein bir-birini tanıyırdı. Onlar 1990-cı illərdə eyni sosial mühitdə idi. Amma sonradan münasibətlərinin pisləşdiyi deyilir. Trump sonradan Epsteini klubundan qadağan etdiyini demişdi. Trump Epsteinin həbsindən sonra onun tərəfdarı olmadığını açıq demişdi. Epstein işi siyasi mübarizədə də istifadə olunmuşdu. Gələk Rusiyanın prezidenti Vladimir Putinin açıqlamasına. Rusiya prezidenti Vladimir Putin bu məsələ ilə bağlı elit təbəqəni tənqid edən sərt ifadələr işlətmişdi. Onun çıxışında belə ifadələr yer almışdı.
Onlar ciblərini pulla, elitlər ciblərini pulla doldurur, qarınlarını isə insan əti ilə. Vladimir Putin nə deməyə çalışırdı? Vladimir Putinin sözünə qüvvət, Meksikalı manken Gabriela Rico'nun iddiası. Jeffrey Epstein işi ilə bağlı illər ərzində müxtəlif şəxslər ortaya çıxaraq şok iddialar səsləndirmişdi. Bu şəxslərdən biri kimi internetdə adı çəkilən şəxslərdən biri də Meksikalı model olduğu iddia edilən Gabriela Rico olmuşdur. Onun haqqında yayılan iddialara görə o bir videoda elit dairələrin qatıldığı gizli məclislərdə olduğunu və burada qeyri-adi və qorxulu ritualların baş verdiyini iddia etmişdi. Gabriel Rico'nun iddiasına görə elitlər düzənlədikləri partilərdə balaca qız uşaqlarını və oğlan uşaqlarına cinsel istismar edib, ardından onları öldürüb və ətlərini yeyirmişlər. Şayələr və reallıq. Epstein işi ətrafında çoxlu şayələr yayılmışdır. Bunların bəziləri sübut olunmamış iddialardır. Fakt olan şeylər bunlardır. Epstein həqiqətən həbs olunmuşdu. O həbsxanada ölü tapılmışdı. Onun elit dairələrlə əlaqələri var idi. Onun şəxsi adası var idi. Jeffrey Epstein işi bugün də tam bağlanmış hesab edilmir. Bir çox sənəd hələ də müzakirə olunur, bir çox sual hələ də cavabsızdır. Bu hadisə bizə bir şey göstərdi. Güc nə qədər böyük olsa da, həqiqət gec-tez ortaya çıxır. Bəlkə də bu sadəcə bir başlanğıc idi.